Məmbətova Səidə Əşrəf qızı 13 saylı musiqi məktəbinin nəzəriyyə müəlliməsiyəm. Xalq yaradıcılığı, xalq musiqisinin əsasları və ritmika fənlərindən dərs demişəm. 64 yaşım var, 2 diplomum var. Mədəni Maarif Texnikumunun rejissorluq fakültəsini və İncəsənət İnstitutunu bitirmişəm. 13 mart tarixində hamı kimi mən də müəllimlərin attestasiyasında iştirak elədim. Verilən suallara qismən də olsa cavab verdim. Demək olar ki, çoxuna, nəzəri sualların çoxuna cavab verdim. Da bir-bir o sualları açıqlamaq istəmirəm. Verilən suallara cavab verdim. Ancaq mənim balımı yendirən son məqamda musiqi dinləməsi oldu. Bu musiqilər də çətin musiqilər olduğu üçün anlaya bilmədim. Çünki xarici musiqilər idi. Həm də ki, mən imtahanda bilmədim ki, o musiqiləri biz dinləməklə cavab verəcək. Elə bildim ki, o sual cavablardır. Çünki orada yazılmamışdı. Bəli, bununla da bu mənim balımı yendirdi. Komissiya üzvlərindən 2-si lehimə, 3 nəfəri isə əleyhimə verərək imtahandan mən kəsildim. Və əmrimi də 01 apreldən direktorumuz yazıbdı, məni işdən azad edibdi. Mən şəkər xəstəsiyəm, gözümdə də zəiflik var, görmə qabiliyyətimdə bir gözüm zədə aldığı üçün, görmə qabiliyyətimdə biraz məhdudiyyətlik var. Tənha qadınam, övladım da yoxdur, yoldaşım müharibə veteranı idi. Bəli, 5 ildir ki, rəhmətə gedib, onun müharibədə canını qoyub, ağır zədələr alıb, yəni bunları nəzərə almadılar. Bütün hər yerdə şəkər xəstələrinə güzəş var. Şəkər xəstələrini işdən azad edəmirlər. Ancaq bizim məktəbdə bu qanunvericiliyə əməl olunmur. Bütün məktəblərdə müəllimlərə ki, imtahandan kəsiləndən sonra 1 il vaxt verilir. Kursa gedirilir və yenidən imtahan verir. Əgər kəsilməsə, imtahandan azad olunur. Amma bunlar 1 ayın içində həm imtahan elədi, 2 ay bizə vaxt verdilər. Biz sualları heç bilmədik, necə öyrəndik. 1 ayın içində bizim əmrimizi yazıb işdən kənarlaşdırırlar. Bu nə dərəcədə doğru, düzgündür. Xahiş edirəm, hər şey obyektiv yanaşasınız, nəzərə alasınız. Misal üçün, mən dərmanlarımı kim alacaq? Hər ay şəkər xəstəsi olan adam dərmanla yaşayır. Mən dərman atmasının üzrə həyatımla vidalaşıram. Ürəyimdə turnuq var, təzyiqim var. Bunların hamısı dərman lazımdır bunlara, mənim həyatda yaşamağım üçün. Kommunal xərclərim var, mənim çörək pulum var. Yaxşı, mən bunları hardan alım? Mənim pensiya vaxtımın 1 il qalmışdı. Heç olmasa gözləyərdiniz, mənim pensiya vaxtım tamam olaydı. Ondan sonra yenə də ərizəmi yazardım, işdən azad ərizəmi yazıb, mən işdən kənarlaşdırardınız. Axı, bu dərəcədə olmaz axı. Çox xahiş edirəm, Mədəniyyət Nazirliyi hər bir işə obyektiv, humaniz, real yanaşın. Bu dərəcədə də, valla bilmirəm, insanlara bu cür tərzdə yanaşmaq öz xalqına qarşı bu düzgün deyil axı. Xahiş edirəm, başqa məktəblər kimi siz də o cür qaydalara əməl olunun. Necə oldu ki, Mədəniyyət Naziri başqa-başqa qanunlarla işləyir. Təhsil hamı üçün eynidir. Hamımız bir ölkədə, bir qanun çərçivəsində yaşayırıq. Mən özüm də şairəyəm, Yazıçılar Birliyinin 12 ildir ki, üzvüyəm, 5 kitab müəllifiyəm. Bəli, bu mənim sənətimə, bu mənim yaradıcılığımın bir qara ləkədir. Mən sınıram el içindəki necə oldu, mən nə qədər savaqsız müəllimə oldum ki, mən birdən-birə işdən atıldım. Mən vaxtı ilə Şəfiqə Axundova kimi korifey sənətkardan dərs almışam, onun qarşısında imtahan vermişəm və başqa musiqiçilər bizə dərs deyibdi. Mən Sovet dövründə oxumuşam, Sovet dövründə bütün deməli incəsənətin sahələrindən dərs keçirib, biz hər tərəfli biliyə yayələnmişik, bizim müəyyən dərəcədə savadımız, təhsilimiz var. İndi necə oldu ki, siz bugünkü gündə mənim 45 illik stajım heç nə olunsun və biz birdən-birə əmrləşdirilib kənara atılaq. Çox xahiş edirəm, nəzərə alın bunları, humanistlik göstərin bizə. Var olun.